1, 2, 3. 4. 5. İber yarımadası. İber yarımadasını tanışsınız da. Bəli. Liverpool. David. 9. Almanya. Barcelona. Chelsea Barcelona. Yani. Chelsea Barcelona oyununda elə. Chelsea Barcelona həmin oyun. Tamam. İtalya. Sudurga. Milan. Körpə. Kanka David'lə Chelsea Barcelonaların biraz qəribə oldu. Sən fikirləşsən, bilmirəm kimdə, amma sən fikirləşsən 100% taparsın. Sən dərin düşünürsən. Mən Sən dərin Galatasaray fanatsın sən. Sən Birinci sən nə demişdin? Mən dedim David, Aha. Chelsea Chelsea Barça. Barcelona bir də körpə. Sən Liverpool, Almanya, Milan. Milan. İkinizdə də biraz şübhələndiğim sözlər var. O mən indiyə kimi heç bir qərarsız qalmamışdım ha. Sən nə dedin? Mən dedim İberia, İber yarımadası. İber, hə. 9. Aha. Bir də İtalya. Sən. Serie A'da. Serie A-nı mən tuta bilmirəm tam. Kanka Serie A'nı tutamırsan. Milanda oynayıb. Serie A'nı fikirləşməli deyilsən. Silip başında. Özdə 2 də bax buradan şey də gəldi. Bax çox öz bizi belə saldı bu arada. Yo, yo, İber yarımadası, onu da bir dənə yüngül izah elə. İber yarımadasında yerləşən 2 dənə ölkə var. Hə. Bayaq dedi ha, hansı oyunda? İspanya Almanya oyunu dedi. Hə. Mesela sən nə dedin? Bir dənə də təkrarla zə. Liverpool demişəm, Aha. Almanya demişəm və sonuncu olaraq Milan demişəm. Almaniyanı ona görə demişəm ki, İspanya Almanya oyununda sonuncu dəqiqədə qol vurur. Bu oyunda İspanya qələbə qazanır. Sən oyuncunu tutmusansa qəşəng Birinci demisən. mən tutmıram onun üçün. Yo, yo, şey ikincə demədin Almaniyanı. Tam Rəsul sən kimi düşünürsən? Mən sən düşünürəm. Tamam, sən söyləməyə keçək. Rəsul. %100 Nihat. Mən də risk yedim, Rəsul deyirəm. Rəsul, impostor olaraq səni seçdilər. Bəs sən impostorsan? Təbii ki, xeyr. Mən imposter deyiləm. Impostor özünü açıqlasın. Mən impostor.